Oyun start götürür. Uğurlar Azərbaycan, uğurlar millimiz. Görək. Qarşıdakı 90 dəqiqədə bizi nələr gözləyəcək bu oyunda. Dərhal da sol cinahla tələsmədən hücuma atılmağa. Nərgiz Hacıyeva topu yan xəttdən meydana daxil edir. Ötürmə irəli, Sevinc istiqamətlə Maria da Cruz itirir topu. Sevinc pressing tətbiq edir. Əhsən, Sevinc öz irəliyir. Ötürməsi sağ cinaha Sevincdən. Esra Manya cərimə meydançasında da baxır qapı qarşısında. Esra ötürmə cəhdi, yoxsa zərbə idi bu, bloklayır orada. Maria da Cruz imkan vermədi. Andorra futbolçuları və fikir verin, müdafiədən çıxmaqda çətinlik çəkirlər. Top uğrunda mübarizə. Top qalır komandamızda. Esra Manya bir qədər sol cinaha çəkilib. Mane olurlar ona. Top meydandan çıxır. Bitirdik topu. Bu epizodda out Andorranındır. Paulo Merkeş. Merkeş. Out'u başlayır. Heç nə yoxdur burada təbii ki. Qalxmaq lazımdır. Uzaqlaşdırır futbolçularımız. Top uğrunda mübarizə. Allah saxladı özündə. Manya ötürmə sağ cinaha. Komandamızın daha bir hücumu sağ cinahdan. Bir qədər tələsir. Fikir verin orada. Jalə Məhsimova. Tam künc bayrağı yaxınlığına irəlilədi. Keçdi qarşısındakı futbolçunu. Ötürmə cərimə meydançasında başla zərbə endirə bilmədilər orada. Nərgiz Hacıyeva. Nərgiz. Ötürmə irəli. Manə Mollayeva itirdi topu. Manə yenidən qazandı. Baxır cərimə meydançasına. Manə Mollayevanın ötürməsi. Zərbə və gol! Gol, gol, gol! Bank Respublika Arenada hesab açılır. Növbəti out bu dəfə bir qədər daha yaxın. Rəqib cərimə meydançasına. Eliz Acar. Ötürməsi. Esra Manya topla. İki rəqib futbolçu əhatəsindən yaxşı çıxır ötürmə cərimə meydançasına. Alınmadı. İmkan vermədi. Eliya Kilyas uzaqlaşdırır. Amma onlar da hücuma çıxa bilmirlər. Maria Rusafa top özündə saxlaya bilmədi. Manya yenə də topladı sol cinahdan. Esra Manya ötürmə qapı önünə. Alba Martin. İrəli ötürmə Paulo Merkeşdən. Maria Rusafa yıxıldı orada. Hakim Müftü Susur. Out Azərbaycan millisinin. Nərgiz Hacıyeva. Ondan irəli. Top tikisi. Təhlükəli heç də yox idi. İndi təhlükəli hücum alına bilərdi amma. Aytaç Şərifova qapısını vaxtında tərk edir. Riski təhlükəni uzaqlaşdırır. Öz irəliləyir Diana. Mərkəz xəttini də keçdi. Ötürməsi Diana'nın amma imkan vermədi orada. Maria da Cruz. Hakim oyunu saxlayır. Burada Vesna Miletiç yaxınlaşır texniki zonamıza və sarı vərəqə. Aha, sarı vərəqə. Köməkçi məşqçimizə Xanlar Əliyev. Jalə Məhsimova öz irəliyir. Məhsimovanın ötürməsi cərimə meydançasında başla zərbə cəhdi. Alınmada rəqib müdafiəçilər təhlükəni uzaqlaşdırırlar. Nail olurlar. Eliya Kilyas, hakim işarəsi gəlir. Sanki ev tapşırıqdır, yerdə yetirirlər. Ötürmə Maria Rusafa çevrilməyə cəhd edir orada. İmkan vermir Peritan Bozdağ. Əhsən. Hücumun cinahını dəyişir sağa. Jalə Məhsimova. Məhsimova ötürür, topu meydanda saxlayır. Manə Mollayeva. Mollayevadan qapı önünə Esra Manya. Sağ cinah işə düşəcəkdi. Geriyə ötürdülər, tələsmədik. Nigar Mirzəliyeva. Baxdı. Fikir verin, əsas hücumlar qurulan zaman əsas elə işlək cinah. Sağ cinahda həmçinin ən aktiv Jalə Məhsimova çatır topa. Məhsimovanın ötürməsi qapı önünə başla zərbə və gol! Gol! Hesab arasındakı fərq artır. 2-0 olur oyunun 64-cü dəqiqəsində. Azərbaycan millisi. Təkrarı göstərirlər bizə. Esra Manya. İkinci golun müəllifi. Vesna Miletiç işarəsini verdi. Ötürmə irəli. Artırılan vaxt artıq bitib. Miletiç. Və bu da son. Oyunun başa çatdığını bildirən final fitini səsləndirir.
Vesna Miletiç, Azərbaycan millisi bu dəfə də qalib gəlməyi bacarır. Andorraya qarşı 2-0 hesabı ilə qolları Yeliz Acar və Esra Manya vurur. Təbriklər Azərbaycan, təbriklər millimiz, komandamız.